Salam, hər vaxtınız xeyir olsun. Mən Sərvər Rəşidov. Funksiya və qrafiklər mövzusu kvadratik funksiya ilə videomuza davam edirik. Deməli, ax kvadratla bx topla c şəklində verilən funksiya kvadratik funksiya adlanır. Kvadratik funksiyanın qrafiki parabola adlanır. Kvadratik funksiyanın xassələri. Təyin oblasti, yəni x-in ala biləcəyi qiymətlər mənfi müsbət sonsuzluqdur. Yəni parabolada x hər bir şey ala bilər. Sonra qiymətlər oblastını keçməzdən əvvəl təpə nöqtəsinin koordinatları var. Yəni gördüyünüz kimi bu qrafikdə bu təpənin koordinatlarını tapmağın qaydası var. Təpə nöqtəsinin koordinatları m adlanarsa, m mənfi b bölünsün 2a ilə tapılacaq, n mənfi diskriminant bölünsün 4a ilə tapılacaq. Bu düsturdakı d bildiyiniz diskriminantdır. B kvadratı minus 4ac-dir. M təpə nöqtəsinin apsisi adlanır. N təpə nöqtəsinin ordinatı adlanır. Yəni parabolanın bu təpə nöqtəsi var. Bu qiymət M apsisdən gələn qiymətdir. N ordinatdan gələn qiymətdir. N-i tapmaq üçün əlavə bir yol da var ki, x-in yerinə mənfi b bölü 2a-nın qiymətini qoya bilərik. Yəni bir n-i mənfi diskriminant bölünsün 4a ilə tapmaq olar. Bir də n-i tapmaq üçün x-in yerinə mənfi b bölü 2a-da yaza bilərik. Deməli, parabolanın təpə nöqtəsinin koordinat tapmağı öyrəndik. A müsbətdirsə qiymətlər çoxluğu n müsbət sonsuzluq kimi tapılacaqdır. A müsbət olanda, baş əmsal müsbət olanda, A mənfidirsə qiymətlər çoxluğu mənfi sonsuzluq n kimi tapılacaqdır. Deməli, parabolanın qiymətlər çoxluğu A-ya görə tapılır. Qiymətlər çoxluğu nəyin aldığı qiymətlərdir? Qiymətlər çoxluğu funksiyanın, yəni y-in ala biləcəyi qiymətlərdir. A-ya görə dəyişir. A müsbət olanda n müsbət sonsuzluq, A mənfi olanda mənfi sonsuzluq n. N nədir? Yuxarıdakı bu n, söhbət bu n-dən gedir. Mənfi d bölünsün 4a. Parabolanın qolları yuxarıdırsa A müsbətdir, aşağıdırsa A mənfidir. Deməli, baş əmsalın işarəsi qollara görə baxılır. Qollar yuxarıdırsa A müsbətdir, qollar aşağıdırsa A mənfidir. Y oxunu kəsdikdən sonra sağa baxmaq şərti ilə qrafik yuxarı qalxırsa B müsbətdir, qrafik aşağı düşürsə B mənfidir. Buna aid aşağıda 3 dənə 4 dənə örnək verəcəm və Y oxunu kəsdiyi nöqtə C-dir. Ümumiyyətlə, istənilən funksiyanın sərbəst həddi Y oxunu kəsdiyi nöqtədir. Deməli, A-nın, B-nin, C-nin işarəsi tapmağı öyrəndikmi, A müsbət qollar yuxarı, A mənfi qollar aşağıdır. Y oxunu kəsəndən sonra qrafik yuxarı dırmaşırsa, yuxarı qalxırsa B müsbətdir, aşağı düşürsə B mənfidir. B-ni tapmağın başqa bir yolu da var. Belə də öyrənə bilərsiniz. Y oxunu kəsdiyi nöqtə artıq C-dir. Bu xassələri deyəndən sonra elə bu suala baxırıq şagirdlər. Gördüyünüz kimi parabolanın qolları yuxarıdır. Qollar yuxarı olduğuna görə A müsbətdir. İkincidə qollar aşağıda olduğuna görə A mənfidir. Üçüncüdə qollar yuxarı olduğuna görə A müsbətdir. Yəni sadəcə qollara baxıb A-nı tapmaq olur, işarəsini deyirəm. Y oxunu kəsdiyi nöqtəyə ruşkanı qoyduğunuz azca da olsa, yəni təpə nöqtəsinə qədər aşağı düşdüyünə görə B mənfidir. İstənilən parabolada Y oxunu kəsdiyi nöqtəni qoyursunuz, təpə nöqtəsinə görə izləyirsiniz, təpə nöqtəsinə qədər izləyirsiniz. Gördüyünüz kimi az da olsa aşağı düşürdü. Bəzən uşaqlar düşünür ki, bəs belə yuxarı qalxdı axı. Təpə nöqtəsinə qədər gedirsiniz də parabolanın. Tamam. Yenə ikinci qrafikə baxırıq. Y oxunun kəsdiyi nöqtənin üstünə qoyduğum təpə nöqtəsinə qədər baxın. Az da olsa qrafik təpə nöqtəsinə qədər yuxarı qalxıbdır. Yuxarı qalxırsa onda nədir? B müsbətdir. Axırıncı qrafikdə Y oxunu kəsdiyi nöqtəni qoyduq. Kəsdiyi yerə nöqtəni qoyduq. Gördüyünüz kimi təpə nöqtəsinə qədər izləsəniz, görərsiniz ki, qrafik aşağı düşür. Deməli, B mənfidir. Qrafik yuxarı qalxırsa B müsbət, aşağı düşürsə B mənfidir. Bu aydındır. Qaldı C-nin işarəsi. Y oxunu harda kəsirsə, elə C ordu. Y oxunu burada kəsir, deməli C mənfidir. Y oxunu yuxarıda kəsir, deməli C müsbətdir. Y oxunu yuxarıda kəsir, deməli C müsbətdir. Aydın olur. Yəni, Y oxunun kəsdiyi nöqtə elə C-nin qiymətidir. Yəni, bura 2 yazsaydılar, C 2 deməkdir. Mənfi 2 yazsaydılar, C mənfi 2 deməkdir. Davam edək parabolanın qaydasını. Parabola apsis oxunu 2 nöqtədə kəsirsə, diskriminant müsbətdir.
Bunu bir məhsul tənələr mövzusundan da öyrənə bilərsiniz ki, diskriminant müsbət olanda kvadrat tənliyin iki kökü var. Absissoxunu iki nöqtədə kəsmək kvadrat tənliyin iki kökü var deməkdir. Ona görə D müsbətdir. Absissoxunu kəsmirsə kvadrat tənliyin kökü yoxdur, deməli diskriminant mənfidir. Absissoxuna toxunmaq bir nöqtədə kəsmək deməkdir. Absissoxuna toxunursa bir kökü var, deməli diskriminant sıfırdır. Yəni qrafikin absis oxunu kəsdiyi, x oxunu kəsdiyi nöqtələrin sayı köklərinin sayıdır. İki nöqtədə kəsirsə iki kökü var, D böyük sıfırdan. Bir nöqtədə kəsirsə bir kökü var, diskriminant sıfırdır. Absis oxunu kəsmirsə deməli kökü yoxdur, diskriminant mənfidir. Həmçinin parabolanın təpə nöqtəsi absis oxu üzərindədirsə diskriminant sıfırdır. Yəni parabolanın təpə nöqtəsi absis oxu üzərindədirsə bu şagirdlər bu qaydanı belə də deyək, parabolanın gördüyünüz kimi təpə nöqtəsi hardadır? X oxunun üzərindədir. Bu halda diskriminant sıfır deyəcəyik. Yəni bir kökü var deməkdir. Parabolanın qrafikinin təpə nöqtəsi absis oxunun üzərində olması absis oxuna toxunmağı deməkdir də. İndi bizdə bu qrafiklərə baxıb, bu üç dənə qrafikə baxıb, həmçinin neyək? D-nin işarəsini yazaq. Birinci qrafikdə absis oxunu iki nöqtədə kəsir. Deməli, iki kökü var. D böyükdür sıfırdan. İkinci qrafikdə absis oxunu iki nöqtədə kəsir. Deməli, D böyükdür sıfırdan. Üçüncü qrafik absis oxunu kəsmir gördüyünüz kimi. O zaman diskriminant sıfırdan kiçikdir. Bu tip suallar işarəyə aid suallar olur. Topulda 3-5 dənə var. Qaydamıza davam edirik. Parabola funksiyası üçün növbəti vacib qayda. X-in bütün qiymətlərində müsbət qiymət alırsa, A müsbət diskriminant mənfi olur. Bu qaydanı bənzər bir dənə də qayda var ki, X-in bütün qiymətlərində mənfi qiymətlər alırsa, A mənfi diskriminant mənfi olur. İndi bunu qrafik üzərindən də öyrənə bilərsiniz ya da əzbərləyə bilərsiniz. Mən əzbərləməyinizin tərəfdarı olmadığıma görə o iki xassəni, bu ürək qoyduğum iki xassəni, ürəkdə qarpız oxşayır, iki xassəni qrafik üzərindən izah edirəm. Deyir ki, A müsbət D mənfi olanda D-nin mənfi olması, diskriminantın mənfi olması X oxunu kəsməməsi deməkdir. Deməli, belə ola bilməz, absis oxunu kəsər. Deməli, qrafik bu formadadır ki, qolları yuxarıdır A müsbət, qolları yuxarıdır A müsbət, kökləri absis oxunu kəsmədir, D mənfi. Gördüyünüz kimi burada qrafik ancaq X oxundan yuxarıdadır. X oxundan yuxarıda olduğuna görə bu parabola həmişə müsbət qiymətlər alır. X-ə nə versən cavab müsbətdir. İkinci halda A mənfi, D mənfidir. A mənfidirsə qollar aşağıdır, diskriminant mənfidirsə X oxunu kəsmir. X oxunu kəsmir, diskriminant mənfidir. Ancaq belə ola bilər. Gördüyünüz kimi bu fx parabolası X oxundan aşağıda yerləşir deyə ancaq mənfi qiymətlər alır. İstənilən funksiya X oxundan yuxarıdadırsa müsbət qiymətlər alır, Y-in müsbət qiymətləri də buradakılar. İstənilən funksiya X oxundan aşağıdadırsa, deməli bu Y-in mənfi qiymətləri alır. Belə də öyrənə bilərsiniz. Belə, davam edək. A müsbətdirsə, X-in yerinə mənfi B bölü 2A qoymaqla ən kiçik qiymətini tapa bilərik. Və yaxud da ən kiçik qiymətini üstünə tapa bilərsiniz. Mənfi D bölünsün 4A. Mən adətən birinci yolla tapıram. A mənfidirsə, X-in yerinə yenə mənfi B bölü 2A qoymaqla bu dəfə ən böyük qiymət taparıq. Deməli, A-ya görə bizdən ən kiçik və ən böyük qiymətini soruşacaq. A müsbətdirsə, ən kiçik soruşa bilər. Zaten ən böyük qiyməti yoxdur ki. A mənfidirsə, ən böyük soruşa bilər. Ən kiçik qiyməti yoxdur. Bunu da niyəsini demək istəyirəm sizə. A müsbətdirsə, birinci halda A müsbətdirsə qollar aşağıdır, qollar yuxarıdır. Parabola gəlib burada dönür. Amma bu döndüyü nöqtədə ən kiçik qiymətini alır. Buna Y minimum deyək. Aydın olur. Yəni bundan aşağı düşə bilmir axı parabola. Bundan aşağı düşə bilmədiyinə görə A müsbət olanda parabolanın ən kiçik qiyməti var, ən böyük qiyməti yoxdur. Çünki bunun qollarını sonsuza qədər uzatsam, ən böyük qiyməti yoxdur, tapa bilmərsiniz. Deməli, A müsbət olanda səndən ən kiçik qiymətini soruşa bilər. Bəs necə tapacağıq? X-in yerinə mənfi B bölü 2A qoymaqla tapacağıq.
Bu növbəti xassədə deyir ki, A mənfi olanda, A mənfi olanda parabolanın qolları aşağı olacaq. Gördüyünüz kimi parabolan bu nöqtə döndüyü nöqtəsidir. Bundan yuxarı qalxa bilmir. Ən böyük qiyməti var. Buna deyək Y maksimum. Yəni qollar aşağı olanda səndən ən böyük qiymətini soruşa bilər. Ən böyük qiymətini də x-in yerinə mənfi b bölü 2 qoymaqla tapacağıq. Və əlavə alternativ yollar da öyrətmişəm ki, ən kiçik qiymətin düsturu mənfi d bölünsün 4a. Ən böyük qiymətin düsturu mənfi d bölünsün 4a-dır. Yəni m və n var idi ha. O m və n-dəki n həm də parabolanın ən kiçik və yaxud ən böyük qiymətidir. Başlayaq indi bu qaydalara aid örnəkləri işləyək. Parabolanın təpə nöqtəsi koordinat müstəvisində neçənci rübdə yerləşir? Təpə nöqtəsinin koordinatlarını tapaq baxaq da. M bərabərdir. Təpə nöqtəsi koordinatlar m ilə n-dir. M bərabərdir. Mənfi b bölünsün 2a. Düsturda mənfi var. B-nin özü mənfi 8-dir. 2 vurulsun a. A-mız isə mənfi 2-dir. Qabaqdakı mənfi, sürətdəki mənfiyə vurulacaq, eləcək 8. 2-ni mənfi 2-yə vuranda mənfi 4. 8 mənfi 4-ə böldük, mənfi 2. M mənfi 2-dirmi? Şahidlər, n-i düsturuna da tapa bilərsiniz. Baxın, n-in düsturu budur. N düsturu nə olar? Sonra deyir ki, n-i tapmaq üçün x-in yerinə mənfi b bölü 2-da yaza bilərik. Yəni, düsturuna tapmaq istəməyənlər üçün n-i tapmaq istəyirəm. N-i tapmaq üçün x-in yerinə nə qoyuram? Elə mənfi b bölü 2-nın qiymətini. Yəni, bu tapdığım mənfi 2-ni x-in yerinə qoyanda mənfi 2 vuraq mənfi 2-nin kvadratı, 8 vuraq mənfi 2, topla 18. Elə n-i tapmış olacaqsınız. Yəni, 4 vur mənfi 8, üstə gələk 16, üstə gələk 18. 16 ilə 18, 34, 34-dən 8-ini çıxdım. Deməli, 34-dən 8-ini də tər çıxırdılar ya, yadımdan çıxdı. 18-dən 8-ini çıxdıq. 10, o da 16, 26. Deməli, bunun təpə nöqtəsinin koordinatları oldu mənfi 2, 26. Neçənci rübdə yerləşir? Ox çəkib göstərərik ki, mənfi 2, 26 neçənci rübdə yerləşir? X-in mənfi 2-si təqribən x-in mənfi 2-si, y-in 26-sı burada deməli nöqtə düşəcək ikinci rübdə. İkinci rübdə yerləşir şagirdlər. Mənfi 2, 26 koordinatı ikinci rübdə yerləşir. Başqa bizdən nə soruşur? Deməli, koordinat müstəvisinin neçənci rübdə yerləşir? Qiymətlər çoxluğunu göstərir. Qiymətlər çoxluğunu, yenə, bax, bunlar hamısı həm başa düşə-düşə izah elədin, həm də əzbərdən də bilməlisiniz ki, A müsbətdirsə qiymətlər çoxluğu n müsbət sonsuzluq. A mənfidirsə mənfi sonsuzluq n-dir. Aydındır. Bizdə də A mənfi olduğuna görə A nədir? Baş əmsal. Baş əmsal neçədir bəs? Mənfi 2-dir. A mənfi olduğuna görə cavabımız olmalıdır mənfi sonsuzluq n. N neçədir bəs? 26. Onun cavabı oldu mənfi sonsuzluq 26. Belə. İkinci sualda belə aydın da görünür ki, cavab 0, mənfi 8-dir. Aydın olmayanlar üçün belə izah edeyim ki, bu qrafikdə, bu tənlikdə A-mız mənfi 1-dir. Gördüyünüz kimi x yoxdur, deməli B 0-dır, C mənfi 8-dir. Sırf üstünə işləyəsi olsaq, təpə nöqtəsinin koordinatları soruşur. N bərabərdir, mənfi B bölünsün 2A. Mənfi B-miz 0-dır. 2A-mız da mənfi 2 eləyəcək. 0-ı da nəyə bölsək, cavab 0 alınır. Yəni 0-ı ədədə böləndə 0 alınır. Biz dedik ki, x-in yerinə bu tapdığımız m-in qiymətini qoyanda n-i tapmış oluruq. X-in yerinə 0 qoyanda mənfi 0-ın kvadratı çıx 8. Oldu mənfi 8. Təpə nöqtəsinin koordinatları oldu 0, mənfi 8. Qrafik səhvəyində tapmaq olar bunu. Tam kvadrat göstərməklə tapmaq olar. Bir yol öyrənib ondan gedə bilərsiniz. Ən böyük qiymətini tapın. Ən böyük qiymət qaydanı xatırladıram ki, A-ya görə dəyişir. A mənfidirsə, ən böyük qiymət elə n-dir. O da mənfi d bölünsün 4A ilə tapa bilərsiniz və yaxud da n-i tapmağın yolu var. Yuxarıda birinci sualda n-i tapdım. Qaydanı təkrar xatırladım. A müsbət olanda ən kiçik qiymət elə n-dir. Yaxud da deyir, A müsbət olanda x-in yerinə mənfi b bölü 2A qoymaqla ən kiçik qiymət taparıq. A mənfi olanda x-in yerinə yenə mənfi b bölü 2A qoymaqla ən böyük qiymət taparıq.
Yəni ən kiçik qiyməti də, ən böyük qiyməti də elə x-in yerinə mənfi b bölü 2a qoymanı tapacağıq. Deməli, n bərabərdir mənfi b bölü 2a-dan mənfi b-miz 4, 2 vurulsun a-mız mənfi 1. O mənfilər bir-birini aparanda 4 bölünsün 2. X-in yerinə 2 qoyanda n-i tapacağıq. Mənfi 2-nin kvadratı 4. Kvadratın qabağında mənfi olduğuna görə bu mənfi 2-nin kvadratı müsbət 4 eləmir ha. Kvadratın qabağındadır mənfi. Üstə gələk 4 vurulsun 2. Topla 10. 10, 8, 18 çıx 4, 14. Parabolanın ən böyük qiymətini tapın. Ən böyük qiymətimiz elə n-dir. Yəni 14-dür. Qısa desəm belə, onlar parabolanın ən kiçik qiymətində soruşsa, ən böyük qiymətində soruşsa, n-i tapırsınız. Çünki zaten a mənfi olanda ən böyük qiymətini soruşacaqdır. A müsbət olanda ən kiçik qiymətini soruşacaq. Hər iki halda biz n-i tapmaqla suala cavab veririk. Belə daha yaxşı yadda qalar deyə düşündüm. Qiymətlər çoxluğu, xatırlayırsınızsa qaydaya baxa bilərsiniz yuxarıda. A müsbətdirsə, qiymətlər çoxluğu, yəni y, n sonsuzluqla tapılır. Yəni n-i tapmalıyıq. Yenə biz n-i tapmağı necə öyrətmişik? Həm birinci sualda, həm ikinci sualda, həm üçüncü sualda n necə öyrətdim? X-in yerinə mənfi b bölü 2a tapıram. N bərabərdir mənfi b bölü 2a-dan m-i tapıram. X-in yerinə qoyuram. Mənfi b-miz 4, 2 vurulsun a-mız da 1-dir. Elədir mənfi 2-dir. X-in yerinə mənfi 2 qoyanda n-i tapıraq. Mənfi 2-nin kvadratı 4 vurulsun mənfi 2 topla 10. 10, bu da mənfi 8. Elədir 2, bu da 2 min 4, 2, 6 elədir deyəsən, səhv etmirəmsə. Deməli, cavab olacaq, y-imiz olacaq 6 müsbət sonsuzluq. Aydındır, parabolanın qiymətlər çoxluğu a-ya baxılıb qərar verilir. Qollar yuxarıdırsa n müsbət sonsuzluq, qollar aşağıdırsa n mənfi sonsuzluq n. A-nın hansı qiymətlərində 5-ci sualımız parabola apsis oxu ilə kəsişmir. Apsis oxu ilə kəsişmirsə, kvadratik funksiyanın kökü yoxdur deməkdir. Kökü yoxdursa, diskriminant mənfidir. Yəni, b kvadratı minus 4ac kiçikdir 0-dan. B kvadratı bizdə b-nin yerində, bu arada a-mız 1-dir, b-nin yerində a durubdur, c-nin yerində 16 durubdur. Aparaq yerinə qoyaq. A kvadratı minus 4 vurulsun, 1 vurulsun, 16 kiçikdir 0-dan. A kvadratı minus 64 kiçikdir 0-dan. 9-cu sinif kvadrat bərabərsizlər mövzusu. Necə həll edilir? Kvadrat bərabərsizliyi 0-a bərabər edib köklərini tapırıq. Plus minus 8 olacaqdır və intervallar üsulu ilə həll edilir. İntervallarda həmən köklər düzülür. Kvadratın qabağı müsbətdirsə, ən sağa müsbət qoyub növbəti işarələri ardıcıl növbələşdiririk. Cavabı yazarkən bərabərsizliyin işarəsinə baxırıq. Bərabərsizliyin işarəsi kiçikdir işarəsidirsə, mənfi aralığı götürürük. Yəni, mənfi 8, 8. A-nın hansı qiymətlərində? A bu aralıqda olacaqdır. Parabolanın təpə nöqtəsi apsis oxu üzərindədir. Əzbərləyənlər üçün bu cümlənin mənası diskriminant 0 deməkdir. Görsel olaraq, vizual olaraq belə görə bilərsiniz ki, parabolanın təpə nöqtəsi gördüyünüz kimi bu təpədir. X oxunun üzərindədirsə, deməli bu parabolanın bir dənə kökü var. Çünki X oxunu bir nöqtədə kəsir. Kvadratik funksiyanın bir dənə kökü varsa, 8-ci sinifdə bu mənası ki, diskriminant 0-dır. B kvadratı çıx 4ac bərabərdir 0-a. Bu arada bizim A-nın yerində 6 çıx P dayanıbdır. B-nin yerində P dayanıbdır. C-nin yerində 4-də 1 dayanıbdır. Gətirək yerinə qoyaq. B kvadratı, yəni P-nin kvadratı 4 vurulsun 6 çıx P vurulsun 4-də 1. Gətirib yerinə qoydum, bərabərdir 0-a. 4-lər bir-birinə aparılacaq, mənfi vurulacaq içəri. Üstə gələk P çıx 6 olacaq mənim fikrimcə. 4-lər bir-birinə aparandan sonra. Bu da oldu kvadrat tənlik. Kvadrat tənliyin kökləri cəmi viyyətlə eləsəm, ikinci əmsalın əksinə kökləri hasili sərbəst həddə bərabərdir. Hansı ədədlərin cəmi mənfi 1 eləyər, amma vuranda mənfi 6 eləyər? Mənfi 3 və 2-nin. P-nin müsbət qiymətini soruşur deyə cavab 2-dir. Yalnız müsbət qiymətlər alır. Kvadratik funksiya yalnız müsbət qiymətlər alırsa,
Deməli, qrafik apsisxondan yuxarıda yerləşir. Baxın, belə olsa aşağı düşdüyünə görə mənfi qiymətlər alaraq həm də. Deməli, bu formada. Bu formada nə deməkdir? Qolları yuxarı deyə A müsbət, X soxunu kəsmədiyinə görə D mənfidir. Ya belə qrafik vizual olaraq öyrənin, ya da ki, belə olun əzbərçi. Parabola yalnız müsbət qiymətlər alırsa, A müsbət D mənfidir. Mən də bunun tərəfdarı deyiləm. Başa düşə bilirsiniz nə demək istəyirəm? Yəni, qaydanı öyrənin, amma qayda yaddan çıxan kimi vizual formalaşdırıb qaydanı yada salmağa çalışarsınız. Yalnız müsbət qiymətlər almaq X soxundan yuxarıda yerləşmək deməkdir. X soxundan yuxarıda yerləşirsə, apsis soxunu kəsməyəcəkdir. Deməli, diskriminantı mənfidir. Apsis soxunu kəsmirsə, kökü yoxdur. Diskriminantı mənfidir. Qollar yuxarıdır deyə A müsbətdir. İndi zaten A-nın yerində burada baş əmsalımız neçədir? 1-dir. Zaten A-nın yerində 1 durub deyə ona baxmayacağıq. D mənfini həll eləyəcəyik. B kvadratı minus 4AC kiçikdir 0-ı həll eləyəcəm. Bu arada A-mızın yerində 1 dayanıbdır. B-mizin yerində B çıx 4 dayanıbdır. C-nin yerində 9 dayanıbdır. B minus 4-ün kvadratı minus 4 vurulsun 1 vurulsun 9. Kiçikdir 0-dan. B peki açmayaq bunu. B çıx 4-ün kvadratı minus 36 kiçikdir 0-dan. Bunu vuruqlarına ayırsaq A çıx B, A plus B kimi. B çıx 4 minus 6, B çıx 4 plus 6 kiçikdir 0-dan. Yəni B çıx 10, bu B topla 2 şəklindədir. Hasil formasında verilən kvadrat bərabərlikləri necə həll edəcəyik? Hər birini ayrı-ayrılıqda sıfıra bərabərləyib köklərini tapacağıq. Yenə intervallar üsulu. İnterval üsulu çox vacibdir. B çıx 10-u sıfıra bərabərləyəndə kökünü tapırsan 10. B topla 2-ni sıfıra bərabərləyəndə kökünü tapırsan -2. İstənilən halda sıfıra bərabərləşdirməlisən ki, kökləri tapasınız deyə. Köklər tapılıb intervalda ardıcıl düzülür, intervallara bölünür. B-lərin əmsalları və yaxud da bunlar bir-birinə vuranda B kvadratın əmsalı, yəni baş əmsal müsbətdirsə ən sağa müsbət qoyub növbəti işarələri növbələşdiririk. Kiçikdir 0 o deməkdir ki, mənfi aralığa götürürük. Böyük olsaydı müsbət aralıqları götürərdik. Hansı müsbət qiymətlərində deyil, elə bu aralıq cavabdır. Bərabərsizliyin həlli belə olarsa, parabolanın tip nöqtəsinin koordinatlarını tapın. İndi burada bərabərsizlik mövzusuna hakim olmalısınız ki, sualı sonunda funksiyaya bağlayıbdır, amma sualın əvvəli bərabərsizlik mövzusudur. Tam bərabərsizlik mövzusuna hakim olmalısınız. Bir örnək verirəm sizə, şagirdlər. X kvadratı çıx 7x topla 12. Kiçikdir 0 olsa bunun cavabı nə yazılacaqdır? X kvadratı çıx 7x topla 12. Böyükdür 0 olsa bunun cavabı nə yazılacaqdır? İstənilən halda kvadrat bərabərsizliyi necə həll edirik? 9-cu siniflər bilməsi lazım. Bunu 9-cu sinifdə keçirir ancaq. Köklərini tapırsınız V-ilə ya da diskriminantla 3 ilə 4. Təbii ki, bunu da köklərini elə seçmişəm ki, eyni olsun. Köklərini tapdınız mı? İntervallarda düzülür köklər. 3 ilə 4-ü düzürsünüz. İntervallara bölürsünüz. Baş əmsal kvadratın qabağı müsbətdirsə, baş əmsala müsbət qoyub növbətləri ardıcıl düzürsünüz. Burada yeni prosedur var. Cavabı yazarkən bura baxıb yazırıq. Bu nə işarəsidir? Kiçikdir işarəsi. Deməli, mənfi aralıq cavabdır. 3, 4. Bu nə işarəsidir? Böyükdür işarəsi. Deməli, müsbət aralıqlar cavabdır. Yəni, bunun cavabı mənfi sonsuzluq 3, 4 müsbət sonsuzluq. Fikir verdinizsə 3 və 4 bu parabolanın nəyləri idi? Kökləri idi. Amma cavablarına baxın, kiçikdir olanda 3-4 arası oldu. Böyükdür olanda mənfi sonsuzluq 3-4 müsbət sonsuzluq. Amma nəticə etibarilə bu parabolanın kökləri 3 və 4-dür. Demək istəyirəm ki, bu bərabərsizliyin cavabı belə verilibsə, mənfi sonsuzluq 1, 5 müsbət sonsuzluq. Bu deməkdir ki, mənfi 1 ilə 5 bunun kökləridir. Çünki böyükdür işarəsidir. Böyükdür işarəsi olduğuna görə onun cavabı elə verilibdir. Kiçikdir işarəsi olsaydı, mənfi 1, 5 aralığı verərdi. Deməli, istənilən halda bu parabolanın kökləri, bunu özümüzdən yazmış şagirdlər, bu parabolanın kökləri mənfi 1 ilə 5-dir. Mən məcburam ki, bunları silim. Məndən yəqin ki, incimərsiniz buna görə. Bu, silmir bu. Ya bizimkiler silin görüm. Ya bizimkiler.
Aferin, aferin. Deməli, bunun cavabı mənfi sonsuzluq 1, 5 müsbət sonsuzluqdursa, bir kökümüz mənfi 1-dir, o bir kökümüz 5-dir. Tamam. Bizə verilən parabolanı bu şəkildə təqdim eləyirsə, onda kökləri cəmi Viet teoreminə görə kökləri cəmi ikinci əmsalın əksinə bərabər olmalıdır. Mənfi B-yə, kökləri hasili C-yə bərabər olmalıdır. Onda mənfi 1 ilə 5-i cəmləyib, mənfi 1 ilə 5-i cəmləyib, mənfi B-ni tapacam. Orada deməli B tapılacaq, oradan mənfi 4. Özünüz eləyərsə də C-ni tapmaq üçün bunları bir-birinə vuracaq, olacaq mənfi 5. Deməli B ilə C tapıldı, aparıb yerinə qoysaq, olacaq y bərabərdir x kvadratı minus 4x topla, yox, c mənfi 5-də çıx 5. Parabolanın B-si C-si tapıldı. Bu yəqin ki, bu ətraflıya düşərsə bura yarı bal veriləcəkdir. Təpə nöqtəsinin koordinatları soruşur. M-də neyini soruşur? M-də tapırıq, mənfi B bölünsün 2A. Mənfi, B-miz mənfi 4-dür. A-mız da 1-dir. Mənfilər getdi. X-in yerinə 2 qoymaqla N-i tapa bilərsiniz. 4 çıx 4 vur 2 çıx 5. 4 çıx 8 mənfi 4 çıx 5. 4 çıx 8 mənfi 4 mənfi 9 edir də. Deməli təpə nöqtəsinin koordinatları olacaq 2 mənfi 9. Aydın oldu mu? Bərabərsizlik mövzusu ilə funksiya mövzusunun inteqrasiyasıydı. Kök altında verilən parabolanın qiymətlər çoxluğu A-ya baxmaq şərti ilə tapılacaq yenə. Kök altında A müsbətdirsə, kök altında N müsbət sonsuzluq, A mənfidirsə, sol tərəfi 0 ilə bağlayırıq. 0 kökdə N olur. Çünki kök altında ifadə mənfi qiymətlər ola bilməyəcək. Əgər burada N mənfi alınarsa, tutaq ki, N tapmışsınız burada mənfi 9. Götürüb kök altında mənfi 9 yazısı deyil yaxı. Aydındır mı? Əgər deyir ki, N mənfi alınarsa, bu parabolanın qiymətlər çoxluğu 0 müsbət sonsuzluq götürüləcəkdir. Bu qədər dərin mən düşünürəm ki, ancaq bloka düşə bilər. Bu ən son dediyim cümlə var ha. Bu səviyyədə sual bloka düşə bilər. Buraxışama yuxarıdakı kim düşür? Deməli, kök altında parabolanın qiymətlər çoxluğu aydın oldu mu? Kök altında parabolanın qiymətlər çoxluğu A-ya baxırıq. A müsbətdirsə kökdə N müsbət sonsuzluq, A mənfidirsə 0-dan kökdə N-dir. Parabolanın təpə nöqtəsindən keçib Y oxuna paralel olan düz xəttdə parabolanın simmetriya oxu deyilir. Simmetriya oxunun tənliyi mənfi B bölünsün 2A şəklindədir. Niyəsini izah eləmək istəyərəm. Bu olsun bizim vizual formalaşdıraq və bizim olsun parabolamız, olarmı? Bunun simmetriya oxu budur. Yəni qatdalayanda üst-üstə düşsün də, eləmi? Gördüyünüz kimi simmetriya oxu parabolanın tən yarıya bölən düz xəttdir. Təpə nöqtəsindən keçib Y oxuna paralel olan düz xətt, bax, bu onun simmetriya oxudur. Simmetriya oxu təpə nöqtəsindən keçdiyinə görə gəlib bu X-i harada kəsir? Təpə nöqtəsinin X-ində kəsir. Təpə nöqtəsinin X-i də nə idi? M-in düsturü. Mənfi B bölünsün 2A idi. Ona görə simmetriya oxunun tənliyi mənfi B bölünsün 2A şəklindədir. Təpə nöqtəsinin apsisindən keçir də. Yəni, bunun təpə nöqtəsi 5-dirsə, bunun simmetriya oxunun tənliyi X bərabərdir 5 olacaqdır. Təpə nöqtəsinin apsisi 5-dirsə. Yəni, parabolanın simmetriya oxunun tənliyi təpə nöqtəsinin apsisi ilə eynidir. Növbəti buna aid sual düşmüşdü 2025-in buraxılışına. Deyəsən, birinci buraxılışa düşmüşdü. Bu tip sual. Bundan daha asan həll olunurdu. Fx1 bərabərdir Fx2 olarsa, əslində bunun mənası o deməkdir ki, x1 ilə x2 parabolanın kökləridir. Yəni, parabolanın kökləri verilərsə, simmetriya oxu x1 topla x2 böl 2 ilə də tapa bilərik. Yəni, bax, buradakı x1 ilə buradakı x2 parabolanın kökləri olacaq təbii ki, simmetriya oxun onların tən ortasından keçdiyinə görə onların ədədi ortasına bərabərdir. Köklər, burada x1, x2 köklərdir. Köklər olduğunu hardan bilirik? Yazıb fx1 bərabərdir fx2. x1 ilə x2 köklərdirsə bir-birinə bərabər olar da, əksinə bir-birinə bərabər, əks halda bir-birinə bərabər ola bilməzək. Növbəti çox vacib qayda, parabolanın köklərinə görə tənliyi A vurulsun x1 vurulsun x2. Parabolanın köklərinə görə tənliyi əzbərdən bilək. Parabolanın təpə nöqtəsinə görə tənliyi A vurulsun x m-in kvadrat topla n. Burada m-nin parabolanın təpə nöqtəsinin koordinatları da gördüyünüz kimi m təpə nöqtəsinin apsisidir, n ordinatıdır. Parabolanın iki halda tənliyi qurmaq tələb olunacaqdır. Bu məlumatları verdik. Keçək indi bu məlumatlara aid suallara. Kök altında parabolanın qiymətlər çoxluğu qayda belə idi. A müsbətdirsə, kök altında n sonsuzluq.
Aydındır. Onda bu parabolanın kök altında fikir vermədən bu parabolanın n-ni tapıram. N-ni tapmaq üçün əvvəlcə mən necə tapırdım? X bərabərdir mənfi b bölü 2a-dan x-i tapırdım. Mənfi b-miz 2. 2 var, a da burada 1'dir. Dələdi mənfi 1. X-in yerinə mənfi 1 qoyanda olacaq mənfi 1'in kvadratı. Üstə gələk 2 vur mənfi 1 topla 26. 26 çıx 2, 24, 24 topla 1, 25. Demək, n oldu 25. Cavab nə idi? Kök altında 25, kök altında n müsbət sonsuzluq. Yəni, parabolanın təpə nöqtəsinin qiymətlər çoxluq oldu. 5 sonsuzluq. Parabolanın qrafikini çəkin. Təpə nöqtəsinin səncirdə yerləşir. Parabolanın təpə nöqtəsinə görə nə idi bu? Təpə nöqtəsinə görə tənli idi. Yəni, y bərabərdir a vurulsun x çıx m-in kvadratı topla n şəklində göstərilmişdir. Gördüyünüz kimi a 2'dir. X çıx m-in kvadratı, yəni m-in yerində 5 durubdur. Topla n, deməli n-in yerində mənfi 3 durubdur. Deməli, təpə nöqtəsinin kodu, bunu açmağa ehtiyac yoxdur da. Parabolanın təpə nöqtəsinə görə tənli idi. Tam kvadrat ayırmaqla üsuldür bu. Neçənci rübdə yerləşir? M-i 5, n-i mənfi 3. Yəni, x-i 5, y-i mənfi 3 düşəcək bizim 4-cü rübümüzə. Parabolanın qrafikini çəkin və simmetri oxunun tənliyini yazın. Mən bu parabolanın köklərini taparam. Yəni, parabolanın əslində çəki mən burada yazardım ki, qrafikini çəkin. Yəni, biz variantlara görə hərəkət edəcəyik burada. Əslində şahiddə belə qapalı sorulurlar. Köklərinə görə qrafik çəkə bilərsiniz. Bir də təpə nöqtəsinə görə çəkə bilərsiniz. Gəlin biz köklərinə görə tapaq. Bu parabolanın köklərini tapmaq üçün sıfıra bərabərləşdirirəm. Kökləri cəmi ikinci əmsalın əksinə. Kökləri hasili sərbəsəddə bərabərdir. Onda kökləri tapılacaqdır. 6 mənfi 2. Düzdürmü? Cəmləyəndə 4, vuranda mənfi. Düzdür. O zaman bu parabolanın A-sı da müsbətliyə qolları yuxarı olacaqdır. Kökləri mənfi 2-nin 6-dırsa, deməli, x oxunu bir mənfi 2-də kəsəcəkdir. Bir də 6-da kəsəcəkdir. Qolları da yuxarıdır. Təqribən belə bir parabolamız var. Simmetriya oxunun tənliyini yazın. Simmetriya oxunun tənliyi kökləri varsa belə idi. x1 topla x2 bölü 2. Yəni, mənfi 2 topla 6 bölü 2. Olacaq 2. Deməli, simmetri oxunun tənliyi x bərabərdir 2 şəklindədir. Parabolanın simmetri oxunun tənliyi gördüyünüz kimi budur. X bərabərdir 2 şəklindədir. Parabola y oxun harada kəsirsə o c-dir. Bizim c-miz neçədir? Mənfi 12. Bax, bura mənfi 12-dir. Lazım olarsa. Dəqiq qrafik çəkmək lazım olarsa. Bu parabolanın köklərini tapdım. A qolları yuxarıdır deyə qrafik qolları yuxarı olacaqdır. X oxun kəsir nöqtələri nədir? Parabolanın kökləridir. Verilmiş parabola hansı funksiyanın qrafikidir? Mənfi 4 və 1. Hansı ox kəsir? X oxunu kəsir. Deməli, bunun kökləridir. Bir kökümüz mənfi 4'dür. Bir kökümüz 1'dir. Parabolanın köklərinə görə tənliyini əzbərdən bilsəniz çox qəşəng olar. Tənliyi yazıram. A vurulsun. X çıx birinci kök. Fərqi yoxdur birinci, ikinci. X çıx ikinci kök. Yəni A vurulsun. X çıx x1. Çıx mənfi 4 topla 4'ə çevriləcək. X çıx x2. Yəni x çıx 1. Fikir verdinizmi? Parabolanın tənliyini qurduq. Bir dənə qaldı A-nı tapmaq. A-nı tapacaq sərbəst həddin koordinatları. Yəni, y oxun harada kəsir? Mənfi 2-də. Onun koordinatları necə yazılacaqdır? 0, mənfi 2. Yəni, x-in yerinə 0, y-in yerinə mənfi 2 qoyub A-nı tapacam. Mənfi 2 bərabərdir A vurulsun. 0 topla 4 vurulsun 0 çıx 1. Mənfi 2 bərabərdir A vurulsun 4 vur mənfi 1. Mənfi 4. Bu tənliyi həll edib A-nı 2'də 1 taparsınız. Qaytarıb yerinə qoysanız, tənliyi qurmuş olarsınız. Y bərabərdir 2'də 1 vurulsun. X topla 4, x çıx 1.
Bəzən şagirdlər bu hissəni quran kimi elə variantlarla tapırlar, amma ətraflıya düşə bilər deyə əsl yolu budur. Bu formada yazarsanız tam bal ala bilərsiniz. Parabolanın köklərinə görə tənliyi. Bunu bəzi şagirdlər belə eləyirlər şagirdlər. Bəlkə belə də öyrənə bilərsiniz. Yəni bu düsturu əzbərdən bilməsinizsə, köklərinə görə tənliyi əzbərdən bilmirsinizsə, bəzən belə eləyirlər. Deyirlər ki, müəllim, bu parabolanın tənliyi ax kvadratı topla bx topla c-dir də. Y oxun harda kəsir? Mənfikidə. Deməli, c mənfikidir. Sonra bu nöqtə var, -4. Bunun koordinatları necə yazılır? -4, 0. Bunun koordinatları necə yazılır? 1, 0. X'in yerinə -4 qoyub 0-a bərabərləşdirir. Y-in yerinə 0 qoyur. X'in yerinə 1 qoyur, Y-in yerinə 0 qoyur. Deməli, 0 bərabərdir. X'in yerinə -4 qoyur. 16a, -4-ün kvadratı 16a, çıx 4b, c də var da -2. X'in yerinə 1 qoyur, Y-in yerinə 0 qoyur. 0 bərabərdir 1-in kvadratı 1a, üstə gələk, x'in yerinə 1 qoyanda b, çıx 2. Üstə bu sistem tənliyi həll eləyib a-nı b-ni tapır. Aydın olur. Belə də həll eləmək olar. Baxaq da, hansı üstə rahatdırsa onu öyrənin. Təsvir olunmuş parabola hansı funksiyadır? Gördüyünüz kimi bizə təpə nöqtəsinin koordinatları verilibdir. X-dən gələn qiymət m-dir, Y-dən gələn qiymət n-dir. Yəni m2-dir, n 1-dir. Parabolanın təpə nöqtəsinə görə tənliyi əzbərdən bilək. X çıx m-in kvadratı topla n. Gətirək yerinə qoyaq, a-nı bilmirik. X çıx m-in, yəni 2-nin kvadratı topla 1. Variantlarını işləyə bilərsiniz. Bundan sonrası qapalı sualdırsa, bu formada olanı götürəcəksiniz. İndi qollar yuxarıdasa A müsbət işarəsini bilə birlikdə. İ-nin A-nın öz qiymətini tapmaq üçün Y oxunun kəsin nöqtə 9-dur. Onun koordinatları 0, 9-dur. Yəni X-in yerinə 0, Y-in yerinə 9 qoyub A-nı tapacağıq. 9 bərabərdir A vurulsun 0 çıx 2-nin kvadratı topla 1. 9 bərabərdir 0-dan 2 çıxdım. 2 kvadratı 4, 4A topla 1. Bu tənliyi həll edib A-nı tapırsan 8 bölü 4, 2. A tapıldı ki, aparıb yerinə qoyub tənliyi tamamlayıram. A, yəni nə? 2 vurulsun. X çıx 2-nin kvadratı topla 1. Bu da oldu parabolanın tənliyi. Təsvir olunmuş parabola hansı funksiyanın tənliyidir? Yine gördüğünüz gibi bu təpə nöqtəsidir. Təpə nöqtəsinin koordinatları x-dən gedən -2-dir. Yəni əslində bu x-dən gedən m-i göstərir. M -2-dir. Y-dən gələn n-i göstərir. Hər zaman n 1-dir. Onda təpə nöqtəsinə görə tənliyi təkrar xatırladıram. X çıx m-in kvadratı topla n. M-nin qiymətini gətirib yerinə qoysaq, a-nı bilmirik. X çıx -2, yəni x topla 2-nin kvadratı topla 1. Aydındır bu. Qaldı tapmaq a-nı. Gördüğünüz için parabolu gəlib buradan keçir. Koordinat başlanğıcından keçir. Koordinat başlanğıcının koordinatları necə yazılır? 0, 0. Parabola koordinat başlanğıcından keçir. X-in yerinə 0, Y-in yerinə 0 qoyub a-nı tapacağım. 0 bərabərdir a vurulsun. 0 plus 2'nin kvadratı topla 1. Yani 0 bərabərdir. 0 topla 2. 2'nin kvadratı 4. 4a topla 1. Buradan 4a bərabərdir -1'e. A bərabərdir -4'də 1. A'nın yerinə -4'də 1 qoyub parabolanın tənliyini tamamlayırıq. -4'də 1 vurulsun. X plus 2'nin kvadratı topla 1. Bu formada da parabolanın tənliyini qurmağı öyrəndik. Yəni parabolanın bizə qrafiki veriləcək iki hal var. Ya köklərinə görə tənlik quracaqsınız. Çünki qrafikdə köklər verilib. Ya da təpə nöqtəsinə görə tənlik quracaqsınız. Çünki qrafikdə təpə nöqtələri verilib. Aydındır. Bu ikisində düsturu bunu bilmək lazımdır. Davam edirik. Yine qonşu dalaşır. Ax kvadrat şəklində parabola A əmsalı böyüdükcə qrafik Y oxuna sıxılır, yaxınlaşır. Yəni parabola daralır. A böyüdükcə qrafik Y oxuna yaxınlaşır. Yəni burada gördüyünüz iki dənə parabola, burada Y oxuna ən yaxın olan hansıdır? A. Deməli A B-dən böyükdür. Qollar aşağı olanda tərsinə olur. Y oxuna ən yaxın olan ən kiçikdir. Yəni burada A kiçikdir B-dən.
Parabolanın qrafikinin yuxarı, aşağı, sola və sağa düşmələrini misallar üzərində izah eləyək. Bu x kvadratı parabolasının qrafikidir. Ən təməl qrafikdir. 8-də kəsilir bu. Plus 2 o deməkdir ki, yəni bu qrafiki 2 vayd dağıtırsan yuxarı. X kvadratı topla 2. X kvadratı parabolasının qrafikidir. Minus 1 o deməkdir ki, qrafiki minus 1 vayd aşağı dağıtırsan. Aydın olur. X kvadratı minus 1. Deməli, kvadratın çölündə plus minus yuxarı və aşağı göstərir. Kvadratın çölündəki plus minus yuxarı və aşağı göstərir. Aydındır. İndi kvadratın içinə baxaq. X kvadratı yenə bu təməl qrafikdir. Bunu hər kəsin bilməsi lazım. X kvadratı koordinat başlanğıcı hissənin ən təməl parabolanın qrafikidir. Minus 3-ün çöldə kvadratı. Yəni o deməkdir ki, qrafik 3 vayd sağa. Desənəm, hardan bilinmir sağadır, soladır? Mən bilirəm, mötərizənin içini sıfıra bərabərləşdirirəm. Görürəm ki, 3 yəni 3 vayd sağ deməkdir. Aydındır. Deməli, x plus 2, x plus 2-nin kvadratı, x bərabər deməkdir. Deməli, mənfi 2 vayd sola deməkdir. Mötərizənin içində plus minus isə sola və sağa deməkdir. Plus 2, 2 vayd sola deməkdir. X kvadratının qrafikini 2 vayd sola dartıbdır. Minus 3, x minus 3-ün x kvadratının qrafikini 3 vayd sağa dartıbdır. Deməli, kvadratın çölündə plus minus yuxarı aşağıdır. Diqqətlə qulaq asın. Kvadratın içində plus minus sola və sağa deməkdir. Plus soladır, minus sağadır. Əzbərlənmirik, bunda məntiqini başa düşürük. Beləliklə parabola qurtarmış oldu. Növbəti başlamamız gəlir təyin oblastı. Təyin oblastı nədir? Şagirdlər çox suallar buna aid var. Diqqətli olun. Vacib məqamdır. Təyin oblastını ayrıca izah edirəm. Təyin oblastı x-in elə qiymətlər nəzərdə tutulur ki, bu qiymətlərdə funksiyanı ifadə edən düsturun mənası olsun. X-ə qiymətlər vermək mümkün olsun. Yəni. Bu halda arqumentin hansı qiymətləri ala bilmədiyini araşdırmaq lazım gəlir. Və yaxud da hansı qiymətlər ala bildiyini araşdırmaq lazım gəlir. Funksiyanın təyin oblastı arqumentin, yəni x-in ala biləcəyi qiymətlər deməkdir. Yəni təyin oblastını tapın, x hansı qiymətləri ala bilər deməkdir. Baxırıq funksiyanın vəziyyətinə. Əgər x kəsrin məxrəcindədirsə, x-lərdir və yaxud da məxrəc bərabər deyil, 0 şəklindən tapılacaq. Çünki məxrəc 0-a bərabər ola bilməzək. Əgər x-lər yazardım burada. Cüt dərəcə kökün altında deyilsə, cüt dərəcə kökün altındadırsa, mənfi deyil, 0 şərti qoyulacaqdır. Axı kökün altı mənfi ola bilməz. Kökün altı 0 ola bilər, mənfi ola bilməz. Əgər x kəsr üstü qüvvətinin əsasındadırsa, yenə mənfi deyil, 0 şərt. Bu nə demək kəsr üstü qüvvət? Yəni, məsələn, x çıx 2 üstündə 5-də 1. Bəli, burada x çıx 2-yə qüvvət kəsr formasında olduğuna görə x çıx 2-yə böyükdür bərabərdir 0 şərti qoyacaq. Aydındır. Kəsr üstü qüvvətin əsasındadırsa. Tutaq ki, kök altında x minus 5. Burada x minus 5 nə deyir? İkinci qayda böyükdür bərabərdir 0 şərti qoyacaq. Aydındır. Birinci halda nə deyir? 1 bölünsün x minus 3. Kəsrin məxrəcinə bərabər deyil 0 şərti. X minus 3 bərabər deyil 0 şərti qoyacaq. Funksiya x-ə görə çoxhəlli şəklindədirsə, yəni misal belədir. X kvadratı çıx 3x topla 1 çoxhəlli şəklindədirsə, x hər şeyi ala bilər. Mənfi müsbət sonsuzluqdur. Yəni şərt qoya biləcəyimiz yerdə deyil, kökün altında deyil, kəsrin məxrəcində deyil, kəsr üstü qüvvətinin əsasında deyil. İndi loqaritma işləyəndən sonra loqaritmanın qaydasına baxacağıq. Loqaritmanın qabağında olanda da böyükdür 0 şərti qoyacaq. 2 funksiyanın, 3 funksiyanın cəmi, fərqi, hasili, nisbətinin təyin oblastı soruşulursa, hər birinin təyin oblastını tapıb cavabları keçişdirəcəyik. Siz təyin oblastının qaydasına hakim olmalıyıq. Bu sualları eləmək üçün yuxarıdakı qaydalara 4 dənə qaydaya hakim olmalıyıq. Təyin oblastını tapın deyən kimi gözümüz x-ə baxır. Görürsən x hardadır? X kökün altındadır, həm də kəsrin məxrəcindədir. Elə kökün altında olduğuna görə böyükdür bərabərdir ikinci qaydadır da. Kökün altında olduğuna görə böyükdür bərabərdir 0 qoymaq istəyərdim. Amma məxrəcdədir. Böyükdür bərabərdir 0 yox, böyükdür 0. Çünki böyükdür bərabərdir 0 qoysam, məxrəc 0 olmuş olur. Kəsrin məxrəci 0 olmaz. Deməli kökün altında olduğuna görə sadəcə böyükdür 0 qoymamız. Bir saniyə. Kökün altında olduğuna görə böyükdür 0 qoymamız kifayətdir. X kvadratın qabağı mənfidirsə, hər bir həddi mənfiyə vursaq, işarə dəyişər. Oldu kvadrat bərabərsizlik. Kvadrat bərabərsizliyin həlli necə həll olunur? 0-a bərabər edib köklər tapılır. Yəni bu sırf bərabərsizlik mövzusudur. Köklər intervalda düzülür. -4, -4 intervalda düzüldü. X kvadratın qabağı
Başamsal müsbətdirsə, müsbətdən başlayır, ardıcıl növbələşir. Kiçikdir 0 o deməkdir ki, axı mənfiyə vurub dəyişdik, mənfi aralıq götürüləcək. Bunun cavabı oldu açıq mötərizə mənfi 4. Niyə açıq mötərizədir? Çünki bərabərlik işarəsi yoxdur axı. X kvadrat çıxın 16 kiçikdir 0-dan. Kiçikdir bərabərdir 0 deyil. Təyin oblasını soruşur. Təyin oblası deyən kimi gözlərimiz X-ə baxır. X hardadır? Kökün altında. Deməli, kökün altındakı ifadə mənfi ola bilməz. Mənfi deyil, o deməkdir ki, böyükdür, bərabərdir 0. Niyə böyükdür, həm də bərabərdir qoydum? Axı, məxəzdə deyil, 0 da ola bilər də. Bayaq məxəzdə deyə 0 ola bilməz. Başa düşə bilirik. Başa misalda mənfi gördünüz, x kvadratının qabağında nə vaxt kvadratik bərabərsizlikdir? Nə vaxt mənfi gördünüz, mənfi 1-ə vurun, sonraki peşmançılıq fayda verməz. Kökləri cəmi 6, hasili 8, 2 və 4-dürmü? Kökləri tapırsınız viyetlə ya da diskriminantla. Artıq o sizin işinizdir. Bərabərlik işarəsi varsa, bu kökləri rəhləyəcəksiniz. 2-ni 4-ü rəhlədiniz. İntervallara böldünüz. Başamsal kvadratın qabağı müsbətdirsə, həmişə müsbətdən başlayacaqdır. Kiçikdir, bərabərdir. O işarəsi o deməkdir ki, kiçikdir, bərabərdir. Ortanı götürəcək, yəni mənfi aralığı götürəcək. 2, 4 bu bərabərsizin cavabıdır. Təyin oblastından götürülmüş x-lər. Əvvəlcə bir təyin oblastını tapaq ki, oradan x götürə bilək də. Kök altından verilən funksiyanın təyin oblastını necə taparlar? Kökün altına böyükdür, bərabərdir 0 şərti qoymaqla. Yenə başamsal kvadratın qabağına mənfi gördüm. Hər bir həddi mənfiyə vururam. İşarələr əksinə dəyişir. Bunun köklərini tapıram viyetlə ya da diskriminantla. Cəmi 7, hasılı 10, 2 və 5. Yəni bunu həll eləməniz lazım. Bərabərlik işarəsi var deyə rəhləyirəm. Yəni gördüyünüz kimi eyni prosedurdur. Bu kvadrat bərabərsizlik funksiya mövzusu deyil. Bu bərabərsizlik mövzusudur. Kvadratın qabağı müsbət olduğuna görə başamsala müsbət qoyub növbəti işarələri ardıcıl düzdür. Kiçikdir, bərabərdir 0 o deməkdir ki, mənfi aralıq cavabdır. Bunun cavabı oldu 2-5 arası. Davam edirik. Bunun cavabı x deməli biz x-i tapdıq 2 ilə 5-in arasında. 2 dolar, 5 dolar. İndi x-lər üçün bu ifadənin qiymətini tapın deyir. Bu ifadə, soruşduğu ifadəyə fikir versəniz, modul ifadədir. Bir ifadəni moduldan çıxartmaq üçün gərək biz onun işarəsini bilək. 2-5 arasından həmişə çalışın ucları götürməyin. Çünki x-in yerinə 5 qoysanız, bunun işarəsini 0 eləyir. 0-ın işarəsi məlum deyil axı. 2 ilə 5-in arasından x bərabərdir 3 götürək, işarələri yoxlamaq məqsədi ilə. X-in yerinə 3 qoysam, 3 çıx 5 deməli bu mənfi ədəddir. Bu x-in yerinə 3 qoysanız bu müsbət ədəddir. X-in yerinə 3 qoysanız bu müsbət ədəddir. Mənfi ədədlər moduldan əksi çıxırdı. Müsbət ədədlər moduldan olduğu kimi çıxırdı. Salamatı mötərizədə çıxartmaqdır. X çıx 5 mənfi ədəddir. Moduldan 5 minus x, yəni əksi çıxacaq. Mənfi ədədlərin moduldan əksi çıxır. 4,1 toplar 2x müsbət ədəddir deyə olduğu kimi çıxır. İşarəsini dəyişmirəm. X çıx 2 müsbətdir deyə olduğu kimi çıxır. Mötərizədə çıxartmaq vacibdir texniki səhvin qabağını almaq üçün. Daha sonra mötərizələrin qabağı, bu mötərizənin qabağı müsbətdir deyə işarəni dəyişmirəm. Bu mötərizənin qabağı müsbətdir deyə heç bir işarəni dəyişmirəm. Axırıncı mötərizənin qabağı mənfidir deyə işarələr əksinə dəyişir. Bu zaman buradakı mənfi x ilə buradakı mənfi x cəmlənib bu 2x-i aparır. 5 müsbətdir. 4,1 müsbətdir. Elədir 9,1. Bu da topla 2 elədir 11,1. İfadəni sadələşdirdik. Təyin oblasını tapın. Kəsr funksiyasında formasında verilsə də x-in təyin dəyəndə x-ə baxırıq. X-lər hardadırsa ora şərt qoyuruq. Aydındır. 4 topla x hardadır? Kökün altında. Deməli mənfi ola bilməz. 4 topla x böyükdür, bərabərdir 0. Niyə bərabərlikdə qoydum? Kəsrin sürəti 0 ola bilər də. X kvadratı çıxıb 3x hardadır? Kəsrin məxəzində. Kəsrin məxəzində ola bilməz. 0 ola bilməz. X kvadratı çıxıb 3x 0-a bərabər ola bilməz. Üstə bunları həll edib kəsişdirəcəyik. Buradan x çıx 3 hasil ortaq vuruq çıxır. Hər birini 0-a bərabərləşdirəndə bərabər deyil deyə x bərabər deyil 0-a və x bərabər deyil 3-ə. Hasil 0-a bərabər olanda hər birini 0-a bərabərləşdirmirik. Hasil 0-a bərabər deyilsə, deməli hər biri 0-a bərabər deyil. Məntiq tutdunuzmu? Növbəti isə x böyükdür, bərabər deyil. 4 sağ tərəfə keçir, mənfi 4. Normalda x böyükdür, bərabərdir, mənfi 4-ün cavabı budur. Mənfi 4, müsbət sonsuzluq.
-4 müsbət. Normalda nə yazardım bunun cavabına? -4 müsbət sonsuzluq yazardım, amma -4 müsbət sonsuzluq arasında 0 var, 3 var. Deməli burada bu 3'ü buradan çıxartmalıyıq. Aydındır? -4 müsbət sonsuzluq arasında 0'ı çıxartmalıyıq. 3'ü çıxartmalıyıq. Çünki x 0 ala bilməz. 3 ala bilməz. 0 alsa, 3 alsa bizə verilən ifadənin məxrəci 0'a çevrilir. Deməli, -4'dən 0'a qədər. Axı -4'dən 0'ın arasında ədədlər var. 0'dan 3'ə qədər, axı 0'dan 3'ün arasında ədədlər var. Bir də 3'dən sonsuzluğa qədər. Gördüyünüz kimi bunun cavabı belə bir aralıq olacaq. Yəni, -4 müsbət sonsuzluq arasından 0 ilə 3'ü çıxartdıq. Belə bir şey. Təyin oblasından qutardıq. Kök x kubu və modul x funksiyasının qrafikləri. Qrafikləri şagirdlərim. Biz hər bir funksiyanın qrafikini gözəyarı tanımalıyıq. Ya da x-ə qiymətlər verməklə qrafik çəkməliyik. Yəni, artıq siz bilməlisiniz ki, bu düz xətt. Müəllim, bu düz xəttdir. İstənilən halda bu kx topla b-nin grafikidir. Artıq bilməlisiniz ki, koordinat başlanğıcından keçir. Müəllim, bu y bərabərdir kx-in grafikidir. Koordinat başlanğıcından keçir. Daha sonra, müəllim, bu y bərabərdir ax kvadratı topla bx topla c. Bu parabolanın grafikidir. Yəni, siz şəklə baxan kimi qrafikləri tanımaq məcburiyyətindəsiniz. Əks halda x-ə qiymətlər verməklə, nöqtələri birləşdirməklə qrafik çəkməlisiniz. Aşağıdakı qrafiklərdə gözəyarı bilməyinizi məsləhət görürəm ki, həm integral mövzusunda işimizə yarayacaqdır, həm də bu mövzuda. Kök x funksiyasının qrafiki. Tanıyın, bu formada olur qrafik funksiya x, daha doğrusu fizikada da sizə lazım olacaqdır bu. Artandır, x-in qabağı müsbət, kökün qabağı müsbətdirsə artandır. Kök x minus 2, yəni 2 vaid sağa. Bəli, gördüyünüz kimi 2 vaid sağadır. Kök x plus 3 gördüyünüz kimi 3 vaid soladır. Kökün altını sıfıra çevirəndə 3 vaid soladır. Qrafik tanıdıq. Eyni kökün qabağına mənfi atanda olur azalandır. Azalandır və 4-cü rübə düşür. Çünki x-ə nə versin, cavab mənfi alınacaq. X minus 2 yenə sağa, 2 vaid sağa sürüşülmüş formasıdır. Bu qrafikin 2 vaid sağa sürüşülmüş forması. Aydındır, yenə bu qrafikin 3 vaid sola sürüşülmüş forması. Plus olan da soladır, minus olan da sağdır. Deməli, artıq siz istənilən halda belə bir qrafik görsəniz, bilməlisiniz ki, bu kök x-in grafikdir. Başa düşə bilirsinizmi? Yəni, qabağınıza belə bir şey çıxsa eləyə bilərsinizmi? O da qədəriz, müəllim, bu x-in 5-dən başlayır. Bu şəkil kök x-in grafikidir, amma 5-dən başlayır. Deməli, kök altında x minus 5-in grafikidir. 5 vaid sağa sürüşülmüş formasıdır. Keçirik x kubunun grafikinə. Kökün qabağında, demək, köklərin qabağı artma zamanda bizə lazım olacaq. Köklərin qabağı müsbətdirsə artandır, köklərin qabağı mənfidirsə azalandır. X kubunun qrafiki tanış olun, bu x kubunun grafikidir. Artandır, mənfi x kubunun grafikidir. İkinci dördüncüdə yerləşir, azalandır. Modul x funksiyasının qrafiki v hərfinə oxşuyur, eləmi? Bildiyiniz v hərfidir. Modul x funksiyasının qrafiki cüt funksiyadır. Modul x minus 2, 2 vaid sağadır. Modul x plus 2, 2 vaid soladır. Modul x-in grafikini xatırladırsa, bu təməl modul x grafikdir. Modulun çölündə plus 2, 2 vaid yuxarıdır. Modulun çölündə minus 2, 2 vaid aşağıını göstərir. Deməli, modulun içində çıxmaz sağadır, toplanma soladır. Modulun çölündə plus minus yuxarı və aşağıdır. Mənfi modul x olanda yenə cüt funksiyadır, amma qolları aşağıdır deyə qabağında mənfi olmalıdır. Parabol oxşayır. Qolları aşağıdırsa qabağında mənfidir. Və yaxud da qabağında mənfi varsa qollar aşağıdır. 2 vaid sağa həmən funksiyanın, bu funksiyanın qrafikinin 2 vaid sağa sürüşülmüş formasıdır. Deməli, bu da 2 vaid sola sürüşülmüş formasıdır. Bu nəyin qrafikdə oldu? Təməl olaraq mənfi modul x-in grafikidir. Mənfi modul x plus 2, 2 vaid yuxarı, bu da minus 2, 2 vaid aşağı. Yəni, siz artıq bunlar, bu bilgilərə sahib olandan sonra nəyə bilməlisiniz? Y bərabərdir modulda x minus 4. Deməli, bunun qrafikini çəkmək nə var ki? Modulun qabağı müsbətdir, deməli, qollar yuxarıda. Çıx 4, 4 vaid sağa deməkdir. Hardan bildim sağdır? Sıfıra bərabərləşdir, kökün tap. Deməli, 4 vaid sağadır, qolları yuxarıdır. Təqribən belə bir şey.
Aydındır. Bəs y bərabərdir modulda x minus 2 topla 3. Deməli bu 2 vayd sağadır, 3 vayd yuxarıdır. 2 vayd sağa. Deməli bunun qolları da yuxarıdır. Modulun qabağının müsbət qolları yuxarıdır. 3 vayd da aşağı, yuxarı. Deməli təpə nöqtəsi bura düşəcəkdir. Qolları da yuxarıdır. 2 vayd sağa, 3 vayd yuxarı. Aydın olurmu? Bunlar qrafik çəkməyə vərdişləri formalaşdırmalıdır sizdə. Növbəti buraxılışa düşmüş suallardır bunlar. Ətraflıya düşmüş suallardır özdə. Bir saniyə baxın, görüm neçə səhvimiz qalıbdır. Deməli, saat 00:17-dir. Tək və cüt funksiya qalıbdır. Artma və azalma, dövrü funksiya, mürəkkəb funksiya, tərs funksiya, Allah köməyin olsun. Qrafiklərin qarşılıqlı vəziyyəti. Bayağı var. Yəqin ki, 3-cü videomuzda olacaq o zaman. Deməli, iki təpəsi bu qrafiklərinin kəsişmə nöqtəsində, digər iki təpəsi təpə nöqtələrində olan dördbucaqlının sahəsini tapın. Bu qrafiklərin əvvəlcə kəsişmə nöqtələrini tapaqmı? İki funksiyanın qrafiklərinin kəsişmə nöqtəsini tapmaq üçün onların tənliklərini bərabərləşdirmək lazımdır. Modulda x minus 4 bərabərdir mənfi modul x topla 10. Mənfi modul x sol tərəfə keçəcək, topla modul x olacaq. Mənfi 4 sağ tərəfə keçəcək, topla 4 olacaq. 2 modul x bərabərdir 14, modul x bərabərdir 7. Modul x 7-dirsə, nələrin modulu 7 eləyər? Mənfi 7, bir də müsbət 7. Deməli, x-in 7 nöqtəsində kəsişirlər. Bəs x-in yerinə 7 qoyanda cavab nə alınır? Hər ikisində x-in yerinə 7 qoyanda mənfi 7 qoysaq, mənfi 7-dən modul 7 çıxacaq, 3 alınacaqdır. X-in yerinə 7 qoysanız yenə 3 alınacaqdır. Hər iki halda y 3-dür. Deməli, bunların kəsişmə nöqtəsi mənfi 7 3-dür. İndi bunların qrafikini çəkməliyik şagirdlər. Deməli, biz modulun qrafikini çəkməyi bacarırıqmı? Birinci mənfi modul x-dir. Xatırladım ki, bu mənfi modul x idi. Amma plus 10'dur. Bu qrafiki 10 vayd sağa yuxarı dartacağım. Tutaq ki, bura olsun 10 vayd yuxarı. Deməli, mənfi modul x, mənfi modul x topla 10. Təqribən belə bir şeydir. 10 vayd yuxarı. Şagirdlər, bu hansı funksiyanın qrafikidir? Modul x-in. Amma modul x minus 4'dir. Deməli, 4 vayd aşağı dartacağım. Çıx 4. Təqribən belə bir şey olacaqdır. Aha. İndi bunların nə deyir bizə? Dördbucaqlının sahəsini soruşur. Buradakı kəsişməsindən alınan dördbucaqlının sahəsini soruşur. Şagirdlər, bunlar harada kəsişirlər? Bir saniyə səbir olun. X mənfi 7-də 3 alır. X-in mənfi 7-sində çalış, kəsişirlər. Bir də x-in mənfi 7-sində 3 alır. Bir də müsbət 7-də kəsişir. Deməli, hər ikisində bunlar kəsişirlər. Və bərabər qiymətlər var. Deməli, bu təpə nöqtəsi ilə bu təpə nöqtəsi tam qarşı-qarşıya durublar. Onda bu çəkdiyim xət, bu dördbucaqlının nə idi? Dəl, diaqonalıdır. Mənfi 7-dən 7-yə qədər məsafə 14 eləyər, hə? Sağdakından soldakı çıxılır. 7 minus mənfi 7. Yəni 14 elədi. Bəs bu yuxarıdan aşağı bu nədir? Bu da dördbucaqlının diaqonalıdır, eləmi? Həmən dördbucaqlının diaqonalıdır. Ondan mənfi 4-ə. Yəni 10 çıxaq mənfi 4. Yuxarıdakından aşağıdakı çıxılır. Elədi 14. Deməli, bu dördbucaqlının diaqonalları 14 və 14-dür. Və bu diaqonal kəsinliklə bu diaqonala perpendikulyardır. Çünki mənfi 7 nöqtəsində bu apsisokuna paraleldir. Öbürüsü də ordinat 9 üzərindədir. Deməli, diaqonalları perpendikulyar olan dördbucaqlıdır. Bütün dördbucaqlılar üçün sahə düsturu 2-də 1, D1, D2, sinüs alfadır diaqonallara görə sahə. Bizə də alfa 90 dərəcədir. Sinüs 90 dərəcədə 1-dir. Onda 2-də 1, 14 vur, 14 vur, sinüs 90 dərəcə 1-dir. Yəni 196'nın yarısı ya da 14 2'ye 7, 7 ve 4'ün 28, 7 ve 98 olacaktı cevabımız. Dördbucaqlının sahəsi olacaq 98. Belə bir sual buraxışa düşmüş sualdır.
Sağdakı funksiyada deyir ki, sualda deyir ki, qrafiklərin əməl etdiyi qapalı fiqurun sahəsini tapın. Yenə bir-birinə bərabərləşdirəcəm bunlar harda kəsişdiyini tapmaq üçün, iki funksiyanın kəsişmə nöqtəsini tapmaq üçün gərək bir-birinə bərabərləşdirəsiniz. Modulda x-2 çıx 6 bərabərdir. Mənfi modulda x-2 topla 6. Sağdakı modul sola keçəndə üstəgələk olacaqdır. Modulun içində işarə dəyişməsə qabağındakı işarə dəyişir. Mənfi 6-da sağa keçəndə müsbət 6 olacaqdır. 2 dənə modulda x-2 bərabərdir 12-yə. Modulda x-2 bərabərdir 6-ya. Nəyin modulu 6 eləyər? Mənfi 6-nın bir də müsbət 6-nın. Modul tənliklər mövzusunda. 2-ni sağ tərəfə keçəndə mənfi 6 topla 2, mənfi 4 eləyər. Bu da 6 topla 2, 8 eləyər. Deməli, bunlar mənfi 4-də və 8-də kəsişirlər. Hər ikisində x-in yerinə mənfi 4 qoysanız, deməli 6 0 eləyəcək, mənfi 4 qoysanız bu da 0 eləyəcək. Bəli, deməli x mənfi 4 olanda y də 0 olur hər ikisində. X-in yerinə 8 qoysanız cavab yenə də 0 alınacaqdır hər ikisində. Demək, qrafiklərin təqribən çəkək bunların şagirdlər. Belə bir şey. Birinci bunun qrafikini çəkirəm. Bu modul x idi, hə? Düzdür? Bu x-2, yəni 2 vahid sağa idi. Bu isə bizim bu qrafikimiz. 2 vahid sağa, 6 vahid aşağıdır. Təqribən belə deyək, 2 vahid sağa, təqribən şagirdlər, 6 vahid aşağı. Deməli, qrafik təpə nöqtəsi bura düşəcəkdir. Modulun qabağı müsbətdirsə, qollar aşağıdır. Çünki bunlarda hər ikisində x mənfi 4 olanda y 0 olur. X mənfi 4, y 0. Hə, tamam. Belə bir şey çəkirəm. Qollar yuxarıda deyə. İndi ikinci qrafik çəkirəm. Deməli, qabağında mənfi olduğuna görə qol aşağı olacaqdır. Bu da 2 vahid sağa, 6 vahid yuxarı deməli. 2 vahid sağ zaten buradır. 6 vahid yuxarıda 1, 2, 3, 4, 5, 6. Təpə nöqtəsi 2, 6-ya düşəcəkdir. Çünki şagirdlər x-in mənfi 4-lə müsbət 4-də olur. Biraz qrafik sərgəsiz oldu, amma belə bir şeydir. Şagirdlər, bunlar x-in mənfi 4-ündə kəsişirlər. Bir də 8-ində kəsişirlər. Hər ikisində x-in yerinə mənfi 4 qoyanda y 0 olmuşdu. Ona görə mən bunları burada kəsişdirdim. İndi bizə lazımdır bu dördbucaqlının diaqnalları. Gördüyünüz kimi bu dördbucaqlının diaqnalıdır. Bu qırmızı həmən dördbucaqlının diaqnalıdır. 8-dən mənfi 14-ə qədər məsafə. 8 sağdakından soldakı çıxılır. Elə də bir diaqnal 12. Burada isə 6-dan mənfi 6-ya qədər məsafə. Deməli, yuxarıdakından aşağıda çıxacağım. 6 çıx, mənfi 6. Bu diaqnalda oldu 12. Aydın məsələdir ki, bu diaqnallar yenə bir-birinə perpendikulyardır. O zaman diaqnal arasında qalan bucaq 90 dərəcədir. Bütün dörd bucaqlar üçün saat üstünə görə 2D1, D1, D2, sinüs 90 dərəcə. Sinüs alfa yəni. 2D1, 12, vur 12, sinüs 90 dərəcədə 1-dir. Cavab olacaq 72. Bu da dörd bucaqlının sahəsi. Biz nəyə tapdıq şagirdlər? Bu fiqurların kəsişməsindən alınan dörd bucaqlının sahəsini soruşurdu. Hər iki sual səhv etmirəmsə, karantin vaxtında buraxışa düşmüş ətraflılardır. Bir başlıq, artma azalma 2 başlıq, dövr funksiya 3 başlıq, mürəkkəb funksiya 4 başlıq, tərs funksiya 5 başlıq, qrafiklərin qarşı vəziyyəti 6 başlıq. 6 dənə başlıq qalıbdır, xırda-xırda olsa da. Tək və cütü istəyirəm, izah eləyəm. Bundan qutarsın. Tamam. Tək və cütü izah eləyim, sonra dayandırım videonu. Tək və cüt funksiya, artma və azalma 10-cu sinifdə şagirdlər. Tək və cüt funksiya 10-cu sinifdə keçirilir. 9-cu sinifdə keçirilmir. Buraxış imtahanına düşmür. 9-lar buna baxmaya bilərlər. Deməli, f mənfi x bərabərdir mənfi fx. Tək funksiyadır. F mənfi x ilə fx-in özünə bərabərdir cüt funksiyadır. Yəni, x-in yerinə mənfi x qoyacaqsan, bizə verilən funksiyanın əksi alınarsa, yəni mənfi x,
yəni verilən funksiyanın əksi alınarsa biz ona tək deyəcəyik. Bizə verilən funksiyanın özü alınarsa, yəni f(x)in özü alınarsa, biz ona cüt deyəcəyik. Aydındır? Qaydanı lor dildə bu formada öyrənin. X-in yerinə -x qoyuruq. İstənilən funksiyanın tək və cütlüyünü belə yoxlaya bilərsiniz. İstənilən funksiyada x-in yerinə -x qoyacağıq. Bizə verilmiş funksiyanın əksi alınırsa təkdir, özü alınsa cütdür. Heç birisi alınmasa nə təkdir, nə cütdür. Tək funksiya haqqında bu bilgilərə sahib olsanız çox qəşəng olar. Tək funksiyanın qrafiki yox, bilən qrafiki verilir. Funksiyanın özünü vermir, tənliyini vermir. Qrafik formasında verilir. Tək funksiyanın qrafiki koordinat başlanğıcına nəzərən simmetrikdir. Yəni koordinat başlanğıcı nəzərən o funksiyanı qatdalayanda üst-üstə düşür. Cüt funksiyanın qrafiki ordinat oxuna nəzərən simmetrikdir. Yəni cüt funksiyada isə y oxuna nəzərən qatdalayanda üst-üstə düşür. Əgər tək funksiya 0 nöqtəsində ala bilirsə, yəni tək funksiyada bəzən elə tək funksiya var ki, 0 vermək olmur. Məsəl üçün 1/x. Tək funksiyada x-ə 0 vermək olmur. Başa düşə bildinizmi? Amma tək funksiyada x-ə 0 vermək mümkündürsə, kəsinliklə f0 0-dır. Aydın oldu mu? Çox vacib mövzudur. Çox. Tək funksiyada x-ə 0 vermək mümkündürsə, deməli o kəsinliklə qiymət 0-dır. Trigonometri funksiyanın təşkillərini, cütlüklərini əzbərdən bilə bilərsiniz. Sinus funksiya tək funksiyadır. Tangens funksiyası tək funksiyadır. Kotangens təkdir. Yəni 4 dənə trigonometri funksiyadan sinus mənfini qabağa verir, tangens mənfini qabağa verir, kotangens mənfini qabağa verir. Amma kosinus cüt funksiyadır. Mənfini silir, mənfini udur, mənfini aparır, hansı yadınızda qalırsa onu öyrənin. 4 dənə trigonometri funksiyadan kosinus cütdür, qalanları təkdir. Y bərabərdir 0 yeganə funksiyadır ki, həm təkdir, həm də cütdür. Yəni y bərabərdir 0 düz xətti şagirdlər. Y bərabərdir 0 düz xətti. Absis oxunun üzərinə düşdüyünə görə koordinat başlanğıcı nəzərən simmetrikdir. Y oxuna nəzərən simmetrikdir, çünki qatdalayanda üstə düşür. Ona görə həm təkdir, həm cütdür. Buna nəzərən nədən düşə bilər bilirsiniz? Belə bir sual düşə bilər uyğunluq sualında, hansı təklif doğrudur, o tip suallarda düşə bilər. Və bunu da yadda saxlayın ki, sabit funksiya cüt funksiyadır. Misal üçün, y bərabərdir 5. Bax, bu y bərabərdir 5 funksiyasıdır. Bu sabit funksiyasıdır. Y oxuna nəzərən qatdalayanda gəlib bunun üzərində düşəcəkdir və y oxuna nəzərən simmetrikdir. Aydın olur mu? Bütün sabit funksiyalar, yəni x-i yoxdursa deməli sabit funksiyadır. X dəyişən iştirak eləmir. Bütün sabit funksiyalar cüt funksiyadır. İpucu və yaxud da bunu demək olar ki, işimizi asanlaşdırmaq üçün bunları əzbərləməyin, bunlar əzbər deyil. Sadəcə x-ə aiddir. X çıx 2, x plus 2, x çıx 5 onlara aid deyil. X-in qüvvəti təkdirsə tək funksiyadır. X üstü 1 tək funksiyadır. X kubu tək funksiyadır. X üstü 5, x üstü 7. X-in qüvvəti təkdirsə tək funksiyadır. X-in qüvvəti cütlüsə cüt funksiyadır. Bu bilgilər bizə xırda tip suallarda, bəzən necə deyim, primitiv suallarda işimizə yarayır. Yəni və yaxud da uzun bir sualdır. Bu xırda bilgilər o sualı sürətli şəkildə eləməyimizə imkan yaradır. Sadəcə x-ə aiddirsə, x-in qüvvəti tək, x-in tək funksiyadır, x-in qüvvəti cüt funksiyadır. Bunları da əzbərləməyin şagirdlər. Mən heç bunları özümdə inan ki, soruşsanız əzbərdən bilmirəm. Yəni məntiqlə biləcəyik ki, iki funksiyanın cəmi, hər iki funksiya təkdirsə cüt, cəminin də fərqi də təkdir. Hər iki funksiya cütdürsə, cəminin də fərqi də cütdür. Biri təkdirsə, biri cütdürsə, yəni bunun təhvil cüt kimi başa düşmürəm şagirdlər. Mənim tək deyəndə bu 3-dür, bu da 4-dür, vuranda 12 edir axı. Elə düşünməyin. Yəni bu funksiya mənasındadır. Tək funksiyanın cüt funksiyanın hasili tək funksiyadır. Tək funksiyanın hasili cüt funksiyadır. Çünki tək funksiyada mənfini qabağa verir, nəticədə mənfi alınır. Ona görə tək funksiyadır. Bu da mənfini qabağa verir, hasili cüt funksiya olur deyə, müsbət olur deyə cüt funksiyaya çevrilir. Bu da cüt funksiyada mənfini itirir, bu da cüt funksiyada mənfini itirir, hasili cüt funksiya olur. Bir təkdir, bir cütdür deyə, bir mənfi, bir müsbət desək, yəni cəmi haqqında, fərqi haqqında fikir yürütmək olmur. Bəs cəmi və fərqində desəniz, bax birinciyə, bu da tək funksiyadır, mənfini qabağa verir, bu da tək funksiyadır, mənfini qabağa verir, demək olan cəmi də mənfidir, yəni tək funksiyadır. Fərqində də eyni qayda ilə, bu da mənfini silir, bu da mənfini silir, demək olan cəmi də fərqi də cüt funksiyadır. Yəni mənfi müsbət mənasındadır. Bunları əzbərləməyinizi məsləhət görmürəm. Getdik suallara. Deməli, qaydaq başa ki, tək funksiyanı necə yoxlayırıq? X-in yerinə mənfi qoyuruq. Verilən funksiyanın əksi alınırsa təkdir, özü alınırsa cütdür. Deməli, şagirdlər,
Hansı neçəsi təhvil, neçəsi cütdür? Bircə araşdırıram. Birinci. Qaydamız nə idi? X-in yerinə apar, mənfi x qoy, qayıt suala bax. Mənfi x-in kvadratı vuraq sinus mənfi x. Aydındır? Mənfi x-in kvadratı mənfini kvadrat mənfini aparır. X kvadrat eləyir. Sinus isə trigonometrik funksiyalardan sinus, tangens, kotangens hamısı mənfini qabağa verir. Kosinusdan başqa hamısı qabağa mənfi verir. Sinus o mənfini ötürür qabağa. Olur mənfi sinus x. Və nəticədə bunların hasil eləyir mənfi x kvadratı vur sinus x. Bizə verilən funksiyanın nəyi alındı? Əksi. Qabağında mənfi var. Görürsən? Deməli, təkdir. İkinci sual işləyirəm. X-in yerinə mənfi x qoyuruq axı. Mənfi modulda x vur kosinus x-in yerinə mənfi x qoydum. Modul mənfini çölə verməz. Moduldakı mənfini silirik, kvadratdakı mənfini sildiyimiz kimi. Trigonometrik funksiyalardan ancaq kosinus mənfini udurdu. Kosinus x. Bizə verilən funksiyanın görün nəyi alındı? Özü alındı. Heç bir dəyişik edilməmiş oldu. Deməli, cüt funksiyadır. Aydın olurmu? Aydın olmursa videonu dalalım ki, yenə baxın. Üçüncü sualımız. X-in yenə mənfi x qoyuruq axı. Mənfi x vur modulda mənfi x. Çöldəki mənfi x-ə toxuna bilmirik. Modulun içindəki mənfi silinir. Kvadratda mənfini sildiyimiz kimi modulda da mənfini silməliyik. Kosinusda da mənfini silməliyik. Deməli, verilmiş funksiyanın nəyi alındı? Verilmiş funksiyanın əksi alındı. Deməli, tək funksiyadır. Dördüncü sualda x-in yerinə mənfi x qoyuram kök altında. Mənfi x-in kvadratı minus 2. Mənfinin kvadratında mənfini siləcəm. Mənfinin kvadratı müsbət eləyir. Minus 2. Verilmiş funksiyanın nəyi alındı? Ta kəndisi. Deməli, cüt funksiyadır. Aydın olur. Demiş ki, sabit funksiyalar hamısı cüt funksiyadır. Yuxarıda y bərabərdir 5-i vermişdim. Sabit funksiyalar hamısı cüt funksiyadır. Onu fikirləşmirik. Altıncı x-in yerinə qoyuruq mənfi x. Mənfi x-in kubu topla 1. Mənfinin kubu qabağa mənfi çıxır axı. Təhlərdə qabağa mənfi çıxır. Cütlərdə olan mənfini silirdik. Mənfi x-in kubu topla 1. Verilmiş funksiyanın özü deyil. Əksi deyil şagirdlər. Bu funksiyanın əksi mənfi x kubu minus 1-dir. Bax, bunun əksi budur. Mənfi 1-ə vuranda ikisinin də işarəsi dəyişəcək də. Bu aydındır. Deməli, bu cütüydür. Deməli, verilmiş funksiyanın özü deyil, əksi də deyil. Deməli, nə təkdir, nə cütdür? Nə təkdir, nə cütdür? 7-ci sualda x çıx 1-in kvadratı. Yəni, bunu aça da bilərsiniz. Nə bilim, mənfi x minus 1-in kvadratı olacaq. Bunun açılışında olacaq x kvadratı. Bir-birinə vurulanda topla 2x, topla 1. Bunun özünün açılışı isə x kvadratı, çıx 2x, topla 1. Gördüyünüz kimi özü də deyil, əks də deyil, nə təkdir, nə cütdür. 8-ci sualın söhbəti bağlayırıq. Mənfi 5 vuraq mənfi x-in kvadratı, topla 10. Mənfinin kvadratında mənfi çölə çıxmayacaqdır, mənfi silinəcəkdir. Mənfi 5 x kvadrat olduğu kimi qalıbdır, topla 10. Bizə verilən funksiyanın nə idi bu? Ta özü. Deməli, nə idi? Cüt funksiyadır. İstənilən funksiyanın təhliyin cütlüyünü belə yoxlaya bilərsiniz. Bax, öyrətmişdim, x-in dərəcəsi təhdirsə, tək funksiyadır. X-in dərəcəsi cütdürsə, cüt funksiyadır. Bax, bu tip suallarda şey yarayır. Deyir ki, x-in a-nın hansı qiymətində funksiya tək funksiya olar? Deməli, funksiyanın tək olmasını istəyir bizdən. Deməli, cütləri yox eləməliyik. Bax, bu x kvadratı cüt funksiyadır. Bax, bu a topla 2 var, sərbəsəd daxı. Bu da cüt funksiyadır. Bu funksiyanın tək olması üçün, tək funksiyaya çevrilməsi üçün, bu funksiyanın tək qalması üçün cütləri sıfıra çevirməliyik. Modul a çıx 2 bərabərdir sıfıra. Cütlərin əmsalı. Cütlərin əmsalı. A plus 2 bərabərdir sıfıra. Modul a bərabərdir 2 tənliyini həll eləyəndə diqqətli olun. 2 ilə mənfi 2 alırsınız. Bunu həll eləyəndə mənfi 2 alırsınız. Hər ikisini ödəyən mənfi 2-dir. Onun cüzü cavab mənfi 2 olur. Deməli, a mənfi 2 olanda
yuxarıdakı funksiya, o uzun funksiyada cütlər yoxa çıxacaqdır, sadəcə təklər qalacaqdır. Hanı yerinə mənfi 2 qoyub, görərsiniz ki, x kvadratlar yoxa çıxacaqdır. Üçüncü sualımız bloka gəlmiş sualdır. Növbətilərdə buraxışa gələ bilər belə tip sual. Biz bu tip sualın açılışını açmamış, tək və cütlüyünü deyə bilmərik. Onun üçün o funksiyanı açacağıq, tək və cütləri ayıracağıq. 4x kvadratı çıx 6 vur 2. 12x üstə gələk 9 minus 4mx üstə gələk 4m. Hələ biz bunu sadələşdirməliyik şagirdlər. 4x kvadratı, başqa x kvadratı yoxdur. Bax, burada mənfi 12x var. Burada mənfi 4mx var. Qabağa müsbət yazsam, ikisindən də x-i ortaq vurub çıxarsam, mənfi 12 minus 4m eləyər də. Bax, mənfi 12, mənfi 6x, mənfi 4x. Siz bunları necəsiniz? Mənfi 10x yazmırsınız. Sanki elə bir ki, əmsallarını topladınız da, mənfi 6 ilə mənfi 4 topladınız. Bax, burada da mən mənfi 12 ilə mənfi 4-ü topladım. Çünki bunların içində də x var, toplana bilər. 9 yanında x yoxdur. 4-ün yanında x yoxdur. Deməli, bu 4m və müsbət 9 sərbəsətdir. İndi bunları tək və cütləri ayıraq mı? X kvadratı cüt funksiyadır. X-in dərəcəsi 1-dir burada. Tək funksiyadır. Nə demişdim? Yanında x olmayanlar sabitlər cüt funksiyadır. Hərfin də yanında x yoxdur da, deməli bu da cüt funksiyadır. Funksiyanın bizdən cüt olmasını istəyir. Cüt funksiyadır. Deməli təki silməliyəm. Təkləri yox ola çıxmalıyam. Bax, burada təki istəyirdi. Cütlərin qabağını sıfıra çevirdim. İndi cüt istəyir. Təklərin qabağını sıfıra çevirməliyəm. Burada bir dənə tək var da. X. Onun qabağını sıfıra çevirməliyəm. Mənfi 12 minus 4-im sıfır olmalıdır ki, iştirak eləməsin, silinsin. Əmsal sıfır olarsa silinər də. 4m bərabərdir mənfi 12-yə. M bərabər olacaq mənfi 3-ə. M mənfi 3 olanda tək yoxa çıxacaq, funksiya cüt funksiya kimi qalacaqdır. Hasil formasında olanda yenə də bunları vurub açmalıyam, tək və cütləri ayırmalıyam. Vurub açıram şagirdlər, px vururam 2x-ə, 2px kvadratı, px-i qıya vuracam, olacaq pqx, px-i 4-ə vuracam, 4px, üstə gələk 2x, üstə gələk q, üstə gələk 4. 2px kvadratı, başqa x kvadratı yoxdur deyə bu cüt funksiyadır. Bax, bunların hamısında x var. Bunların hamısından x-i qabağa çıxarsam, əmsallar cəmlənəcək. P2 topla 4p topla 2. X-i qabağa çıxartmalısınız ki, sadəcə x özü tək funksiyadır. X kvadrat özü cüt funksiyadır. Və nəhayət bu sizcə 2 topla 4 nə idi? Yanında x yoxdursa, sabit funksiyadır, cüt funksiyadır. Deməli, funksiyanı vurub açandan sonra tək və cütləri ayırdıq. Bizdən deyir ki, tək funksiya olarsa, bunun tək funksiya olması üçün cütü yoxa çevirməliyəm. Cütlərin qabağını sıfıra çevirməliyəm. 2p bərabər olmalıdır sıfıra. Buradan p-ni tapdım. Q topla 4 bərabər olmalıdır sıfıra. Buradan Q-ni tapdım. Soruşur bizdən p topla Q topla p2. P topla Q topla p2-ni soruşur. 0 topla mənfi 4 topla 0 vur mənfi 4. Bu da 0, bu da 0, cavab olacaq mənfi 4. Yoruldum, bu qədər. Növbəti videomuzda 3-cü bölümü çəkərik. Atmaz almadan başlayarıq. Hələlik özünüzə yaxşı baxın, sağ olun.